Hər vaxtınız xeyir dəyərli izləyicilər. Möhtəşəm mənzillərlə yenidən qarşınızdayım. Biz hal-hazırda Yeni Günəşli qəsəbəsində D yaşayış massivində Xəzər İnşaat MTK tərəfindən inşa edilmiş Xəzər İnşaat 2 layihəsində sizə 3 otaq, studiya tipli, super təmirli, əla bir təkliflə qarşınızdayım. Biz hal-hazırda mənzilin studiya olunmuş qonaq otağında dayanmışıq. Studiya tipli bir mənzildir, gördüyünüz kimi. Onu qeyd edim ki, mənzildə mebellərin hamısı qalacaq. Sadəcə texnika, televizor, mətbəxdə olan texnika və s. çıxarılacaq. Yəni mebellər satış qiymətinə daxildir. Qonaq otağında dayanmışıq. Qonaq otağının mənzərəsini sizə təqdim edirəm. Şəhər istiqamətinə, günəşli istiqamətinə gözəl bir mənzərəmiz var. Eyvandan daha dəqiq mənzərəni sizə təqdim edəcəm. Mətbəx mebelimiz çox bahalı bir mebeldir və çox funksional bir mebeldir. Qonaq otağının sahəsi olduqca genişdir. Bura bizim dəhliz hissəmizdir. Belə bir güzgü yığılıb dəhlizdə. Dəhlizdə girişdən sol tərəfdə dəhlizdə belə bir tavana qədər dəhliz dolabı yığılıb. Proyekti tam izah edim sizə. Girişdən solda, başda bizim qonaq otağımız və mətbəximiz. Bu hissədə bizim yataq otağımız və üzbəüz istiqamətdə isə bizim uşaq yataq otağımız yerləşir. Sağ tərəfdə isə bizim ümumi olan hamam otağımız yerləşir. Qeyd etdiyim kimi tam təmirli mənzildir. Keçid alaq yataq otağımıza. Bura bizim böyük yataq otağımızdır və onun qarşısında eyvanımız var. İstilik sistemimiz kombidir, qazı suyu işığı isə daimidir. Dəyərli izləyicilər, hava küləkli olduğundan biz eyvana çıxış eləyə bilməyəcəyik. Keçid alaq digər otağa. Digər otağımız isə uşaq yataq otağıdır. Vitraj pəncərədir. Eyni istiqamətə baxışı var. Məlumatları sizə yenidən təqdim edirəm. Mənzil 18 mərtəbəli binanın 15-ci mərtəbəsində yerləşir. 3 otaq studiya tipli mənzildir. 70 kvadrat metr sahəyə malikdir. Əşyalarla bir yerdə satılır. Texnika satış qiymətinə daxil deyil. Qiyməti isə 140 min manat təşkil edir. Dəyərli izləyicilər, bu gözəl mənzili əldə etmək üçün 070 305 22 23 nömrəsindən əlaqə saxlaya bilərsiniz. Təşəkkür edirəm bizi izlədiyiniz üçün.